Cari ilin yanvar ayında xarici vətəndaşlar Türkiyədə 1306 daşınmaz əmlak obyekti alıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,8% azdır. Türkiyə Statistika İnstitutunun məlumatına görə yanvar ayında xarici vətəndaşlar tərəfindən alınan obyektlərin ümumi daşınmaz əmlak satışlarında payı 1,2% təşkil edib. İlin ilk ayında Türkiyə daşınmaz əmlakına ən çox tələbat Rusiya vətəndaşlarında, İran vətəndaşlarında və Ukrayna vətəndaşlarında müşahidə olunub. Əyalətlərə görə xarici vətəndaşlar əsasən İstanbul, Antalya və Mersindəki əmlaklarla maraqlanırlar. Analitiklər qeyd edirlər ki, 2025-ci ildə Türkiyədə xarici vətəndaşlar arasında daşınmaz əmlaka tələbat son 9 ildə ən aşağı olub və bu tendensiya bu ildə davam edir. Bu azalmanın səbəbləri kimi daşınmaz əmlak qiymətlərinin artması və xarici investorlara Türkiyə vətəndaşlığının verilməsi ilə bağlı aktiv müzakirələr göstərilir.